Coğrafi ünvanlar, coğrafi koordinatlar, coğrafi enlik, coğrafi uzunluqdan söhbət açacağıq. Coğrafi ünvan elə coğrafi koordinat deməkdir. Coğrafi uzunluq və coğrafi enlik coğrafi ünvanların tərkib hissəsidir. Xəritəyə diqqət etirsək, yarımkürək xəritəsində coğrafi uzunluğun nə olduğunu görərik. Coğrafi uzunluq adından da göründüyü kimi uzunluğa doğru çəkilmiş halqalardır. Yəni, coğrafi uzunluq yerin şimal qütb nöqtəsi ilə cənub qütb nöqtəsini birləşdirən çevrələrdir. Buna deyəcəyik meridian. Meridianlar hər yerdə bərabər şəkildə uzunluğa malikdir. Və başlanğıc meridian olaraq götürüləcək 0-cı meridian və yaxud da Greenwich meridianı. Şərti olaraq Londonda Greenwich rəsədxanasından başlayan keçən meridian olaraq qəbul olunub və adı da onunla bağlıdır. Meridianın ölçü vahidi, yəni dərəcəsi 0-180 dərəcə arasında dəyişir. Yəni 0-dan şərqə doğru 180 dərəcə, 0-dan qərbə doğru 180 dərəcə adlanacaq. Gəldik paralelə. Paralel ekvator xəttinə paralel çəkilən qütblərə doğru çevrələrdir. Paralellər isə meridianlardan fərqli olaraq uzunluqları, yəni eni dəyişir. Ekvatordan qütblərə qədər azalır. Ona görə də hər paralelin özünə məxsus uzunluğu olur. Və paralelləri şimala doğru, cənuba doğru istiqamətdə adlandıracaq və paralellərin dərəcə qiyməti 0-90 dərəcə arasında dəyişəcək. Həmin coğrafi enlik paralel adlanacaq. Paralel coğrafi enlikdir dedik, coğrafi uzunluq meridiandır dedik və hər hansı bir məntəqənin, istənilən məntəqənin coğrafi uzunluq və enliyini xəritədə təyin edə bilərik. Məsələn, Pekin şəhəri. Pekin şəhəri 40 dərəcə şimal enliyində yerləşir və təxminən 115 dərəcə şərq uzunluğunda yerləşir.